Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'na ve fa'na bima allamtana ve zidna ilma amma ba'd. Əziz və dəyərli qardaş abazlarım, hörmətli dinləyicilər, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərinin izahı silsiləsində davam edirik və bugün Allahın izni ilə nəzasətin aradan qaldırılması və onun bəyanı fəslində olan sonuncu iki hədisi qeyd edib və beləcə fəsildə olan hədisləri yekunlaşdırmış olacaq və inşallah ki, deməli, ilk hədis sıralama nömrəsi 30-cu hədis və sonrası 31-ci hədis olacaq və 31-ci hədisin tamamında, izahının tamamında isə fəsil haqqında, nəzasətdən təmizlənmək və onun bəyanı fəsli haqqında xülasəni inşallah qeyd edəcək. 30-cu hədis Ən Əsmə bint Əbu Bəkr radiyallahu anhuma Ənə Nəbiyyə sallallahu aleyhi və səlləmə qalə fi dəmil hayd yusibu əth-thawb təhudduhu thumma təqrusuhu bil-mə thumma tandahuhu thumma tusalli fi muttəfəqun aleyh. Əsmə bint Əbu Bəkirdən Allah hər ikisindən razı olsun rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm paltara dəyən heyz qanı haqqında belə buyurub. Onu, yəni qanı ovar, qurumuş qanı ovar, sonra su ilə barmaq ucları ilə sürtərək yuyar, sonra üzərinə su çiləyər yuyar, sonra isə o paltarda namaz qılar. Hədisi Buxari Müslim rəvayət edib. Hədisin şərhində qeyd olunur ki, Əsmə bint Əbu Bəkr radiyallahu anhuma Peyğəmbər sallallahu aleyhi və səlləmdən heyz qanı haqqında soruşur. Heyz, deməli, yəni buna aybaşı deyilir. Uşaqlığın, rəhmin ifraz elədiyi təbii və fitri bir qandır və qadın aybaşı yaşına çatdıqda və ya hamiləliyə hazır olduqda bu baş verir. Bu da təbii bir haldır. Yəni qadınlar üçün sonradan yaranmış qeyri-adi bir şey deyil. Buna da dəlil Peyğəmbərin sallallahu aleyhi və səlləm Ayşəni, Allah ondan razı olsun, heyz olduğuna görə ağlayan görərkən dediyi bu sözdür ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, həqiqətən bu Allahın Adəm qızları üçün yazdığı bir şeydir. Və hədisi Buxari Müslim rəvayət edib. Və Allah Resulü sallallahu aleyhi və səlləm burada heyz qanının, qurumuş heyz qanının təmizlənməsi üçün 3 mərhələni qeyd elədi. Birincisi, həmin qanı ovmaq, dırnaq ilə onu qaşıyıb oradan çıxartmaq və sonra isə su ilə sürtmək, yəni iki barmaq arasında sürtmək. Üçüncüsü isə su tökmək, yəni sonda isə onu yumaq. Və axırda isə artıq bu mərhələdən sonra artıq paltar təmiz olur, təmizlənmiş olur və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sonra o paltarda namaz qılar. Yəni burada sanki bir qadın Peyğəmbərdən sallallahu aleyhi ve sellem paltarına heyz qanı dəyən qadın orada namaz qıla bilərmi, yoxsa ki yox deyə bu barədə Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşub və Allah Resulü sallallahu aleyhi ve sellem bu hədisi qeyd eləmişdi. Hədisin faydalarından bir, heyz qanının murdar olması. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem yəni bu təmizlənmə mərhələlərini zikr edəndən sonra, qeyd etdikdən sonra buyurdu ki, sonra o paltarda namaz qılar. Bu da göstərir ki, namazdan qabaq qurumuş qanın və yaxud da yaş qanın kənarlaşdırılması mütləqdir. Və bu da onun həmin heyz qanın, aybaşı qanının murdar olmasına, nəcis olmasına sübutdur. 2. Heyz qanının az miqdarının belə bağışlanmaması, keçilməməsi. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem sonra onu su ilə, barmaq ucları ilə sürtər kəlməsi onu göstərir ki, deməli, həmin paltarda olan qan ləkəsi ehtimal var ki, az olub, xırda olub, kiçik olub. Əgər kiçikdirsə onu barmaq ucları ilə təmizləmək mümkündür. Əgər çox olarsa, o zaman ovucun içi ilə təbii ki, burada sürtmək lazımdır. Bir-birinə sürtülür həmin paltar, həmin parça. Deməli, bu onu göstərir ki, hətta az miqdarda olsa da aybaşı qanı, yəni bu təmizlənməlidir. Mütləq həmin paltar təmizlənməlidir ki, orada artıq həmin paltar namaz qılmaq mümkün olsun. Və biz həmçinin bu hədisdən görürük ki, hətta o vaxtı elə vaxtlar olurdu ki, bəzən sahabə qadınların da
bəzi zamanlarda bir paltarı olurdu. O paltarla namaz qılırdılar, o paltarla bayıra çıxırdılar və digər işlərində o paltarı istifadə edirdilər. Təmizlədikdən sonra o paltarla rahat şəkildə gəzirdilər və ondan istifadə edirdilər. Lakin elhamdülillah, Allah həmd olsun ki, indi elə bir zamandır ki, biz keçən dəfə də qeyd elədik ki, genişlik var, insanın bir neçə paltarı var, geyinib istifadə edə bilir. Və ona görə də alimlər bu məsələdə deyirlər ki, nə xəsislik, nə də israfçılıq olmadan, yəni insan rahat şəkildə bir neçə paltardan istifadə edə bilər, bir neçə paltarı özü üçün ala bilər və həmçinin ən yaxşılarını alıb özü üçün istifadə edə bilər və bu da Allaha həmd olsun ki, onun bizə verdiyi bir nemətdir. Dördüncü fayda, nəzasəti yumazdan əvvəl onun özünü aradan qaldırmağın vacibliyi. Peyğəmbərin sallallahu əleyhi və səlləm deməsi ki, onun qurumuş hissəsini, qurumuş qanı ovsun. Yəni bu sözünə görə deyirik ki, birinci növbədə nəzasətin özü deməli aradan qaldırılmalıdır. Və əgər insan yəni onu aradan qaldırmadan öncə üzərinə, həmin nəzasətin üzərinə birbaşa suyu töksə və ola bilər ki, həmin o nəzasət, həmin o murdarlıq paltarın digər yerlərində yayılsın və paltarın beləcə əksər hissəsini yəni kirləmiş olsun və paltar beləcə bulaşmış olsun. Və ona görə də birinci növbədə qeyd elədi ki, hissə təmizlənir əvvəlcə və sonra isə həmin yerə su tökülərək yuyulur. Və bu təmizləmə üsulu üçün ən yaxşı olan, ən yaxşı variantlardan biridir, ən yaxşı üsullardan biridir. Və digər növbəti fayda, heyz paltarını təmizlədikdə, paltara dəymiş həmin o ləkəni təmizlədikdə, qadının həmin paltara namaz qılmasına icazəli olması. Və həmçinin burada digər faydalardan nəzasəti aradan qaldırarkən suyun həddindən artıq çox tökülməməsi. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmin biz o yönəltməsinə baxdıqda təmizləmə qaydasını öyrədir və orada birinci biz baxanda görürük ki, Allah Resulü sallallahu əleyhi və səlləm azca sunan, yəni daha doğrusu elə bir miqdarda su ki, hətta yəni 2 barmaqla həmən hissəni təmizləmək olsun. Məlumdur ki, əgər insan 2 barmaqla bir şeyi təmizləyə bilirsə, deməli ora suyu az töküb ki, yəni sırf o hissəni təmizləyir. Lakin su əgər çox tökülərsə həmin yerə, əvvəldə qeyd etdiyimiz kimi, yəni həmin o nəzasət, o nəcis kütləsi, yəni daha çox yerə yayıla bilər və həmçinin o paltarı yuyan insanın şəxsi də bulaşdıra bilər. Ona görə belə məsələlərdə ehtiyatlı davranmaq lazımdır. Və 8-ci fayda, növbəti fayda isə nəzasətin yalnız su ilə təmizlənməsi. Hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sonra onu su ilə barmaqlarının ucu ilə sürtsün. Təbii ki, bu əksər alimlərin rəyidir, lakin racih üstün rəyə görə nəzasət onu yox edən hər bir şeylə su sürtmək və yaxud da sabun, paraşok və yaxud da hətta paltar yuyan vasitəsilə belə deməli, nəcisi aradan qaldırma mümkündür. Bəzi hədislərdə suyun qeyd edilməsi onun o dövrdə nəzasəti təmizləmək üçün ən asan vasitə olması ilə bağlıdır. Lakin indi şükür Allaha ki, genişlik var. Yəni insan paltarı bulaşdığı zaman onu dərhal paltarı yana atıb yuya bilir və yaxud da hətta az ləki olsa da belə, yəni bugün elə kimya maddələr var ki, onunla paltar rahat şəkildə tez bir formada təmizləmək olur. Və sonra isə növbəti fayda, namaz qılınan paltardan nəzasətin, o kiri murdarın təmizlənməsinin namazın səhihliyi, doğruluğu üçün şərt olması. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm biz qeyd etdiyimiz hədisdə buyurdu ki, 3 mərhələni qeyd etdikdən sonra, təmizləmə mərhələsini qeyd etdikdən sonra buyurdu ki, sonra həmin paltara namaz qılsın. Deməli, Peyğəmbərin sallallahu əleyhi və səlləmin qeyd etdiklərini etməyincə o paltara namaz qılmaq mümkün deyil. Yəni birinci nəzasət aradan qalxmalıdır. Hansı ki qadının yəni bulaşmış paltarı, heyz qanına bulaşmış paltarı nəzasətdən aradan qaldırılmalı, nəzasət onun üzərindən götürülməlidir və sonra isə nədir? Həmin paltara rahat şəkildə
namaz qılmaq mümkündür. Və sonrası növbəti hədis fəslin sonuncu hədisi. Deməli, və bu da 31-ci hədisdir. Ən Əbi Hüreyrə radiyallahu anhu qal, qalət Xavlə, ya Rasulallah, fəin ləm yədhəbiddəm, qal yəkfikil mə, və la yədurrükə əthəruh. Deməli, növbəti hədisdə bu da qeyd edədiyimiz hədisin yəni davamı kimidir. Deməli, Əbu Hüreyrədən, Allah ondan razı olsa, rəvayət olunur ki, Xavlə dedi, ey Allahın Rasulü, əgər qan yuduqdan sonra da getməsə necə, Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, sənə su ilə yumaq kifayətdir. Onun izi isə sənə zərər verməz. Hədisi Əbu Davud, Əhməd rəvayət eləyib və deməli Xavlə binti Yəsardır. Xavlə binti Yəsardır və deməli qadının soruşması ona görə idi ki, yəni mən deyir yuyuram, təmizləyirəm. Lakin deyir, lakin qanın izi isə qalır. Yəni qanın rəngi qalır. Onda necə? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, yəni onun izi, rənginin qalmasının heç bir zərəri yoxdur. Yəni madam ki, mərhələ olubsa, təmizləmək baş veribsə, yəni əvvəldə qeyd etdiyim kimi, hətta bu günümüzdə də belə paltar yana atılıbsa və yaxud da balaca bir qabda sabunla, paraşokla yuyulubsa, hətta ləkə qalsa da belə, yəni iz qalsa da belə, bunun heç bir təsiri yoxdur. Çünki əsl olan odur ki, nəzasət aradan qalxıb, murdarlıq aradan qalxıb. Aydındır. Və biz qeyd eləmişdik ki, əgər murdarlıq varsa, deməli həmin paltar murdardır. Əgər aradan qalxıbsa, həmin paltar təmizdir, həmin paltarda namaz qılmaq olar. Lakin təbii ki, əgər kütlədən bir şey qalıbsa, tutaq ki, dairəvi şəkildə də yarısı gedib, yarısı getməyib və təbii ki, o kütlə aradan qaldırılmalı, hətta paltar təmiz olsun, tərtəmiz olsun, o paltarda namaz qılmaq hətta mümkün olsun. Və bununla da biz fəsildə olan hədislərlə yəni onları tamamlamış olduq və burada yəni bu fəsil qeyd elədi ki, nəzasətin təmizlənməsi onun bəyanı fəsli idi. Xülasəni qeyd eləyək. Odur ki, birinci xülasa qeyd etmək istədiyimiz, nəzasətin təmizlənməsi üçün qeyd elədik ki, üstün rəy, racih görüş odur ki, istənilən təmizləyici vasitələ və istənilən sayda onu yummaqla həmin nəzasət aradan qalxmış olur. Təmizlik hasil olmuş olur. Yəni əsas odur ki, nəzasətin özü murdardır və o yox olmayınca məkan, paltar və ya yer təmiz sayılmaz. Yox olubsa, nəzasət, o murdarlıq paltardan və ya namaz qılınan yerdən və yaxud da namaz qılınan paltardan yox olubsa, artıq həmin paltar təmiz sayılır. Biz əvvəldə qeyd eləmişdik ki, biz nəzasətdən təmizlənməyi əksər hallarda niyə görə deyirik? Çünki nəzasətdən təmizlənmək namazın doğruluğu üçün şərtdir. Aydındır, ona görə namaz qılınan yerdə, namaz qılınan paltarda nəcis olmalı deyil. Yəni, bu qeyd etdiklərimizə buna əsasən deyirik. Və ikincisi isə qeyd elədi ki, nəzasəti sudan başqa vasitələrlə təmizləmək də mümkündür. Və hətta bəzən ola bilər ki, insan yəni su başına çıxdığı zaman təmizləmək üçün bir şey olmasın, yalnız dəsmal olsun və yaxud da daş olsun və yaxud da salfetka olsun. Yəni hətta bununla insan təmizlənə bilər, əgər su tapa bilməsə və təmizlənməsi yəni mümkündür. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə etmişdi. Yəni İbn Məsuddan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləmə sahabə peyin, sümük və bir də daşlar gətirir. Allah Resulü sallallahu əleyhi və səlləm peyinlə sümüyü atır və deyir ki, o ikisi təmizləmir. Və bu da dəlildir ki, yəni bundan başqa vasitələr, bu ikisindən başqa vasitə, peyin, sümükdən başqa vasitələr, deməli, yəni təmizləyicidir və necə ki, Allah Resulü sallallahu əleyhi və səlləm həmin daşlardan təmizlənərdi. Həmçinin sünnədə gəlib ki, torpaq da təmizləyicidir. Yəni ayaqqabını torpağa sürtməklə ayaqqabı təmiz olur. Əgər onun altında yəni nəcis varsa, torpağı sürtməklə
həmin ayaqqabı təmiz olmuş olur. Eyni şəkildə də qadının paltarının ətəyi nəzakətli bir yerdən keçdikdən sonra ondan sonraki təmiz torpaqla həmin paltar təmasda olduqda həmin paltar artıq nədir? Təmiz olur. Deməli, nəzakətin təmizlənməsi sunan da mümkündür, daşla da, dəsmalla da, torpaqla da mümkündür. Və həmçinin qeyd edildi ki, indiki vaxtımızda yəni kimyəvi maddələr də var, onlarla da təmizləmək mümkündür. Və sonra isə digər xülasəmiz, alimlər ümumiyyətlə nəzakəti 3 qismə bölüblər. Ağır, yüngül, bir də orta. Ağır, yəni itin qabı yalaması kimi nəzakət. Təbii ki, təfsirata daxil olmaq istəmirəm, çünki bunu keçən mövzularda qeyd eləmişik. Yəni belə ki, həmin qab biri torpaqla olmaqla 7 dəfə yuyulmalıdır. Yaxşı, bəs donuzun yalaması, qabı yalaması itin yalaması ilə müqayisə edilə bilərmi, yoxsa yox? Çünki bəzi alimlər qeyd edirlər ki, o itdən daha xəbisdir donuz. Və bəzi alimlər qeyd edirlər ki, bəli, qiyas edilir. Lakin doğru olan səhih rəy odur ki, donuzun bir qabı yalaması itin yaladığına qiyas edilə bilməz. Çünki hədis deməli it barəsindən gəlib, donuz barəsindən gəlməyib. Yaxşı, bəs itin çıxardığı digər o tullantılar, ifrazatlar necə? Peynidir, sidiyidir və yaxud da qanıdır. Bunlar qaba dəyərsə necə? Yəni onu itin yalaması ilə müqayisə etmək olar, yoxsa ki, yox. Bu məsələdə də alimlər arasında ixtilaf var. Alimlərdən bəziləri onu itin yalaması ilə bərabər tutub və bəziləri isə deyiblər ki, yox, yəni itin yalaması ilə bərabər tuta bilməz. Yəni adi nəzakətlər kimidir. Adi nəzakətlər necə yuyulursa, təmizlənirsə, bir dəfələn, 2 dəfələn, 3 dəfələn, bu da həmçinin elə. Amma bəziləri deyirlər ki, yəni ehtiyatlı olan odur ki, yəni itin digər o tullantıları, ifrazatı, sidiyi, nəcisi yalama hökmünə tabe edilsin. Qabı yalama hökmünə tabe edilsin və 7 dəfə birincisi torpaqla olmaqla, 7 dəfəsi su ilə olmaqla həmin qabı yuyulsun, təmizlənsin, hətta həmin qab təmiz sayılsın. Və bu ağır nəzakət. Yüngül nəzakət isə deməli yemək yeməyən, yəni ana südü ilə qidalanan körpə oğlan uşağının sidiyidir. Və bu yüngül nəzakətdir və onun üzərinə süd siləmək qeyd edildi ki, kifayət eləyir. Və həmçində üstün rəyə görə məzi də eyni ilə belədir. Onun üçün də kiçik oğlan uşağının sidiyi kimi süd siləmək kifayət eləyir. Çünki alimlər qeyd edirlər ki, məzi öz quruluşuna görə məni ilə sidik arasındadır. Ona görə də şəriət tərəfindən ona bu iki hökmün arasında bir hökm verilib ki, yəni məzi yüngül nəzakətdəndir. Biz keçən dərslərdə bu barədə danışmışıq və istəyən həmin dərslərdə bunu dinləyə bilər. Və orta nəzakətə gəlincə isə biz ağırla yüngülü bildik. Yerdə qalan orta nəzakətdir. Yəni orta nəzakətlər insanın sidiyidir və həmçinin də, yəni öndən arxadan çıxan nəzakətlərdir. Bunlar orta nəzakətlərdəndir. Təmizlənməsi necədir? Təmizlənməsi isə yəni adi qaydada, yəni nəcis dəyibsə insanın paltarına, yəni o aradan qalxana qədər həmin paltarı yuyur, təmizləyir. Yəni bunun təmizlənmə üsulu belədir, bu şəkildədir. Təmizlənirsə artıq həmin paltarda rahat şəkildə namaz qıla bilər. Yəni mühüm olan odur ki, nəzakətin özünün yox olmasıdır. Yaxşı, bəs nələr nəcisdir, nələr yox? Birinci növbədə qeyd edək ki, biz keçən dəfə spirtli içki, şərab barəsində danışmışdıq və qeyd edək ki, cümhur alimlərin rəyinə görə, yəni onlar qeyd ediblər ki, şərab, spirtli içki nəcisdir və lakin biz racih görüş olaraq bəyan elədik ki, qeyd etdik ki, yəni şərab, spirtli içki, yəni hissi nəzakət deyil, mənəvi nəzakətdir. Və buna da
dəlil iki növdür. Biri var, bir inkar edici və həmçinin də təsdiq edici dəlil. İnkar edici dəlil odur ki, yəni ümumiyyətlə spirtli içkinin, şərabın nəcis olduğuna dəlalət edən heç bir dəlil yoxdur. Və təsdiq edici dəlil isə şərabın paklığına yəni faktiki olaraq dəlalət edən dəlillər, sübut olan dəlillər. Məsələn, Peyğəmbərin sallallahu əleyhi və səlləm deməli şərab haram edildiyi zaman onun saxlandığı qabların yuyulmasını əmr eləməməsi. Halbuki Peyğəmbər sallallahu əleyhi və səlləm ev eşşəklərinin əti haram edildiyi zaman qabların yuyulmasını əmr eləmişdi. Həmçinin sahabelər şərab haram edildikdə onu bazarlara, küçələrə axıtdılar. Əgər nəcis olsaydı, onu bazarlara, küçələrə axıtmazdılar. Biz burada yəni nəcis deyil deyəndə məqsədimiz nədir? Təbii ki, haramdır. Lakin bunlara qeyd etməkdə əsas məqsəd odur ki, əgər bu şeylər yəni insanın namaz qıldığı paltarda, namaz qıldığı yerdə olarsa, yəni onda bunun hökmü necə olacaq? Əgər biz deyiriksə ki, filan şey nəcis deyil, murdar deyil, deməli həmin iz, həmin təsir insanın paltarında, əlində və yaxud namaz qıldığı yerdə olarsa, namazı doğrudur, keçərlidir. Üçüncü isə leşlər, meyitlər və hər bir leş nəcisdir, hər bir ölü nəcisdir, lakin ölülərdən bunlar istisnadır. Dəniz ölüsü, yəni qeyd elədik ki, deməli dəniz ölüsü halaldır və halal olanı da təmiz olması vacibdir. Və həmçinin insanın ölüsü, yəni müminin, müsəlmanın ölüsü, əgər ona insan toxunarsa, yuyarsa, misal üçün cənazəni, yəni bu nəcis deyil. Çünki mümin diri ikən də, ölü ikən də nəcis olmaz. Və əvvəlcə biz qeyd eləmişdik ki, və qeyd etdik ki, axar qanı olmayan ölülər də istisnadır. Milçəkdir, ağcaqanaddır, əqrəbdir və buna bənzərləri kimi bunların ölüsü, meytəsi, leşib təmizdir. Yəni yenə də qeyd edilir, yəni təmizdir odur ki, yəni əgər bunların ölüsü bir suya düşərsə, aydındır, həmin su murdar su sayılmır. Nəcisli su sayılmır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmin milçək barəsində açıq-aydın hədisi olduğu kimi, aydındır ki, milçək artıq düşdüsə həmin suya və yaxud da yağa, yəni maye şəklində olan yağa, aydındır ki, orada öləcək milçək. Və milçəyi batırıb çıxardırsan, kənarlaşdırırsan. Çünki bir qanadında dərd, digər qanadında isə dəva var. Ona görə. Və ona görə də hətta alimlər qeyd edirlər ki, yəni təbii ki, milçək içində öləcək həmin mayenin və buna rəğmən o nəcis sayılmır, murdar sayılmır. Dördüncüsü isə, dördüncü növ, əti yeyilməyən heyvanların sidiyi və digər ifrazatı, bunlar nəcisdir. Məsələn, ev eşşəyinin sidiyi və nəcisi və həmçinin də vəhşi heyvanların sidiyi və nəcisi, bunlar hamısı nəcisdir. Bəzi alimlər istisna gətiriblər. Qorunması mümkün olmayan şeylər bağışlanır. Məsələn, milçəyin qusuntusu kimi ifrazatı buna daxildir. Çünki ondan qorunmaq çox çətindir və kim zəmanət verə bilər ki, milçək onun paltarına və ya kitabına qonub ora nəsə buraxmayacaq. Onlar insanların ətrafından çox dolandığı və tez-tez qonduqları üçün onlardan çıxan şeylər bağışlanır, əfv olunur. Və bununla yanaşı milçəyin özü öldükdə təmiz sayıldığı və axar qanı olmadığı üçün ondan çıxan maddələrin də təmiz olması rəyi daha güclüdür. Yəni, həm ölüsü, həmçinin də insan üzərinə qonarsa, təbii ki, o insan üzərinə qonur milçək, nəsə qoyub gedə bilər insanın əlində, qolunda və bunlar təbii ki, bağışlanandır, keçiləndir. Çünki deyir ki, bunlardan xilas olmaq çətin məsələdir. Milçək və ona bənzərləri kimi. Və sonra isə əti haram olan heyvanın təri nəcisdir. Həmçinin burnundan və ağzından çıxanlar da nəcisdir.
Lakin pişik kimi, hansı ki, yəni qorunmaq çətindir, bunlardan istisnadır. Və həmçində uzunqulaq, yəni ev eşşəyi buraya daxildir. Onlardan qorunmaq çətin olduğu üçün bu ifrazatlar, yəni onun tüpürcəyidir, təridir və yaxud da tüküdür, bunlar təmizdir. Yəni insanın bədəninə toxunarsa, paltarına toxunarsa, yəni hətta o paltarda namaz qıla bilər. Və həmçində insan da həmçinin onun öndən və arxadan çıxan hər ikisi də nəcis sayılır. Lakin biz qeyd eləmişdik ki, məni, sperm isə doğru rəyə görə nədir? Təmizdir. Yəni, təmizdir dediyimiz zaman məqsəd odur ki, əgər bu iz insanın paltarında olarsa, namaz qılarsa, namazı doğrudur, səhihdir. İndi şükür Allah həmd olsun ki, yəni hər bir kəs rahat şəkildə paltarlarını yuya bilir, onlardan təmizlənə bilir və bu da onu göstərir ki, hətta təmiz olsa da belə şəriət buyurur ki, yəni yuyulsun, təmizlənsin, hətta insanın paltarı təmiz, pak olsun. Və bu da artıq fəslin son 2 hədisi idi və bundan kifayətlənirik. Növbəti fəsil Allahın köməyi ilə, Allahın yardımı ilə dəstəmaz fəsli haqqında olacaq və inşallah gələn mövzularda ona toxunacaq. Allah bizləri eşidib yaxşı tabi olanlardan etsin. Allah bizi onun dinini başa düşən, anlayan və əməl edən şəxslərdən etsin. Subhanəkəllahumma hamdik. Əşhədu en la ilahə illə ənt. Əstəğfiruke və etûbü ileyk.